Salam, xoş gördük hər birinizi. Dost TV-nin efirində sosial saatı izləyirsiniz. Hər dəfə olduğu kimi bu dəfə də maraqlı mövzu ilə qarşınıza gəlməyə çalışmışıq. Bugünkü mövzumuz maraqlı olduğu qədər həm də vacib bir mövzudur. Əslində siz artıq mövzumuz barədə məlumatlısınız, amma bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bugün biz əmək məzuniyyəti hüququ və onun tətbiq qaydalarını müzakirə edəcəyik qonağımızla. Qonağımız isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanovdur. Anar müəllim, xoş gəlmisiniz efirimizə. Salamlayıram sizi. Çox sağ olun sizin. Mən də öz növbəmdə izləyiciləri salamlayıram. Ümid edirəm bugünkü görüşümüz mövzu daha maraqlıdır, daha yadda qalan, daha baxımlı olacaqdır. Biz də elə ümidvarıq. Həmçinin bildirim ki, bizim bugünkü verilişimiz hər zaman olduğu kimi canlı olaraq yayımlanır. Ona görə də siz suallarınızı şərh bölməsinə yaza bilərsiniz. Birbaşa qonağımız sizin suallarınızı cavablandıracaq. Anar müəllim, elə məzuniyyət hüququ demişkən, gəlin başlayaq. Məzuniyyət hüququ nədir və bu hüququn təmin olunması üçün hansı qaydalar tətbiq olunur? Hər kəsin məzuniyyət hüququ varmı? Aydındır. Deməli, ilk öncə məzuniyyət hüququ nədir? Buna aydınlıq gətirək. Yay mövsümünə təsadüf etdiyindən artıq məzuniyyət hüququndan bağlı müraciətlərin sayında Dövlət Əmək Müfəttişliyi Xidmətinə artım müəyyən olunur. Belə ki, müraciətlərin sayında artım müşahidə olunur. Ümumiyyətlə, məzuniyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Belə ki, Konstitusiyanın 37-ci maddəsində istirahət hüququnun tərkib hissəsində qeyd olunur ki, işləyən hər bir kəsin 21 təqvim günündən az olmayaraq ödənişli əmək məzuniyyəti hüququ vardır. Əmək məzuniyyəti hüququ vardır. Məzuniyyət hüququ ümumiyyətlə əmək şəraitinin əsas şərtlərindən biridir. Həmçinin əmək məcəlləsində də qeyd olunmuş qaydada işçilərin vəzifəsindən, peşəsindən, əmək şəraitindən, iş yerindən, həmçinin əmək müqaviləsinin müddətindən asılı olmayaraq qanunvericilə nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Bu hüquq və hüquqdan istifadə heç bir halda məhdudlaşdırıla bilməz. Ümumiyyətlə, məzuniyyətin qanunvericilikdə 4 növü müəyyən olunur ki, onlar hansılardır, onları qeyd edək. Əsas və əlavə məzuniyyət olmaqla əmək məzuniyyəti, sosial məzuniyyət, yaradıcılıq və təhsil məzuniyyəti və ödənişsiz məzuniyyət. Ümumiyyətlə, işçilər məzuniyyətdə olarkən tək məzuniyyətlə deyil, bəzi təminatlarla da təmin olunmalıdır işə götürər tərəfindən. Onlar hansılardır? İşçi əmək məzuniyyətində olduğu dövrdə işçinin iş yeri, vəzifəsi, orta əmək haqqı saxlanılır və orta aylıq əmək haqqıdan az olmayaraq kompensasiya almaq hüququna malikdir. Həmçinin işçi əmək müqaviləsində nəzərdə tutulmuş müddətdə məzuniyyətdə olduğu təqdirdə işə götürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verilməsi, həmçinin intizam tənbihinin verilməsi yol verilməzdir. Bəzən müraciətlər olur Dövlət Əmək Müfəttişliyi Xidmətinə, məzuniyyət dövründə işçilərə intizam tənbihi verirlər. Təbii ki, bu da qanunvericiliyin pozulmasına gətirib çıxarır. Çox sağ olun ətraflı məlumat üçün. Siz özünüz də qeyd etdiniz, elə yay mövsümünü nəzərə alaraq əmək məzuniyyəti yəqin ki, ən aktual mövzulardan biridir. Bu məzuniyyətin müddəti ilə bağlı istərdim elə məlumat verək izləyicilərimizə. Əmək məzuniyyətinin müddəti, verilmə qaydası, istifadə şərtləri barədə, ümumiyyətlə bu qrafiklə tənzimlənirmi? Həmin qrafik işə götürən və işçi arasında necə tənzimlənir? Razılaşma olmadıqda necə ortaq məxrəcə gəlirlər? Aydındır. Deməli, ilk öncə əmək məzuniyyəti nədir? Əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi istiqamətində iş yerindən ayrıldığı vaxtdır. Əmək məzuniyyəti təqvim ilinə görə verilir. Hər il üçün növbəti iş ilinə görə verilir əmək məzuniyyəti. Əmək məzuniyyətinin müddəti bayaq da qeyd etdiyim kimi Azərbaycan Respublikasının Konstitusiyasında, əmək məcəlləsində də qeyd olunduğu kimi 21 təqvim günündən az olmayaraq ödənişli əmək məzuniyyəti hüququ vardır. Amma qanunvericilikdə bəzi kateqoriyalı şəxslər var ki, onların əmək məzuniyyəti müddəti fərqlidir. Belə ki, vahid tarix ixtisas sorğu kitabçasına əsasən rəhbər və vəzifəli şəxs, rəhbər və mütəxəssislərin, həmçinin inzibati vəzifə tutan dövlət qulluqçuların, həkimlərin, əczaçıların, kənd təsərrüfatı sahəsində çalışanların əmək məzuniyyətinin müddəti 30 təqvim günü müəyyən olunmuşdur. Eyni zamanda qeyd edək ki, 16 yaşa qədər işçilər də vardır ki, bunların əmək məzuniyyətinin müddəti 42 təqvim günü, 16 yaşdan 18 yaşa qədər olduqda 35 təqvim günü və orqanizm pozulmasından asılı olmayaraq əlilliyi müəyyən edilmiş şəxslərin əmək məzuniyyətinin müddəti 42 təqvim günüdür.
Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda belə deyək, xüsusi xidmətləri olmuş şəxslər vardır ki, onlar təltif olunanlar, yaralananlar, müvafiq əlil olan şəxslər vardır ki, müharibə zamanı. Onların əmək müqaviləsinin müddəti 46 təqvim günü müddətində əmək məvzuatından istifadə edə bilərlər. Bildirmək istərdik ki, bu ildə dəyişikliyə əsasən həmin bu maddədə 46 təqvim gününə artıq müharibə veteranları və müharibədə iştirak edən bütün şəxslər bu 46 təqvim günündən bağlı əmək məvzuatına çıxa bilərlər. Eyni zamanda bildirmək istərdik ki, bu əsas əlavə məzuniyyətdən əsas məzuniyyət, bu qeyd edildiklərim işçinin əsas məzuniyyətidir. Eyni zamanda işçinin əlavə məzuniyyəti hüquqları da vardır qanunvericilikdə. Onlar hansılardır? Əmək şəraiti ağır və zərərli olan iş yerlərində, eyni zamanda əmək funksiyası xüsusi zehni gərginlik tələb edən iş yerləri vardır ki, orada 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Həmçinin işçilərin stajına uyğun olaraq da müddətlər müəyyən olunur. Belə ki, işçinin 5 ildən 10 ilə qədər olduqda stajı, əmək stajı, belə deyək, həmin müəssisədə ümumiyyətlə stajı 5 ildən 10 ilə qədər olduqda 2 təqvim günü, 10 ildən 15 ilə qədər olduqda 4 təqvim günü, 15 ildən çox olduqda isə 6 təqvim günü müddətində əlavə məzuniyyət hüququ var. Həmçinin məcəllə burada qadınları da düşünüb. Bildiyimiz kimi 14 yaşa qədər 2 uşağı olan qadınların 2 təqvim günü, bu yaşa qədər 3 və daha çox uşağı olan, həmçinin 50 müəyyən olunmuş uşağı olan qadınlar 5 təqvim günü müddətində əlavə məzuniyyətdən istifadə etmək hüququ vardır. Həmçinin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində çalışan mütəxəssislər də 5 təqvim günü müddətində əlavə məzuniyyətdən istifadə edə bilərlər. Ümumiyyətlə, məzuniyyətlər birlikdə və hissələrə bölünərək verilə bilər. Həm əsas, həm əlavə məzuniyyəti birlikdə də verilə bilər, hissələrə bölünərək verilə bilər. Lakin qanunvericiliyə belə bir hal mövcuddur ki, bölünmüş hissələrdən biri 14 təqvim günündən az olmasın. Yəni, işçinin ümumilikdə məzuniyyəti 30 gündürsə, bəzən biz şahidi oluruq ki, işə götürən işçiyə 30 gün əmək məzuniyyəti verir və onu iş il ərzində bölür, 3 dəfə olmaqla 10 gün verməklə əmək məzuniyyəti verir. Lakin qanunverici nəticədə işçi əmək məzuniyyətindən istifadə edir, lakin qanunvericiliyin tələbi pozulur və ya qeyd etdiyim ki, bölünmüş hissələrdən biri 14 təqvim günündən az olmamalıdır. Məzuniyyət hüququ ilk öncə əmək müqaviləsi bağlandığı andan o hüquq yaranır. Lakin o hüquqdan istifadə 6 aydan sonra yaranır. 6 aydan sonra işçi işə götürənlə qarşılıqlı razılıq əsasında əmək məzuniyyətindən istifadə edə bilər. Eləcə də işçinin növbəti illər üzrə əmək məzuniyyəti onların qarşılıqlı razılığı əsasında müəyyən edilir. İşçinin 6 ay staj olmalıdır dediniz. Bu ümumi staj, məsələn, digər iş yerinə keçirsə, əgər bir işçi işini dəyişirsə, ümumi 6 ay staj kifayət edir. Növbəti iş yerində 6 ay gözləməyə ehtiyac varmı? Xeyr, gözləməyə ehtiyac yoxdur. Ümumi stajından söhbət gedir orada məzəllədə. Çox sağ olun. İzləyicilərimizin bir daha diqqətinə çatdırırıq ki, bugün biz əmək məzuniyyəti hüququ və onun tətbiq qaydalarından danışırıq. Qonağımız isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanovdur. Anar müəllim, izləyicilərimizdən suallar gəlib. Suallardan biri mövzunu əhatə eləmir. Məni məcəllənin 70B bəndi ilə işdən çıxarıblar. Az yaşlı övladımın əlillik sənədini verməyimə baxmayaraq yenə işdən azad ediblər. Bu bizim mövzunu əhatə etmir. Əmək Müfəttişliyi Xidmətinə aid olsa da suallarınızı siz sosial şəbəkə hesablarına Dövlət Əmək Müfəttişliyi Xidmətinə yaza bilərsiniz və aidiyyəti üzrə yönləndirilib sizə cavab veriləcək. Bugünkü mövzumuz isə əmək məzuniyyəti ilə bağlıdır və xüsusilə əmək fəaliyyəti olan şəxsləri maraqlandırır düşünürəm. Bu istiqamətdə suallarınız varsa şərh bölməsinə yazmağınız kifayətdir. Biz hazırda canlı olaraq yayımlanırıq. Siz suallarınızı YouTube, Facebook, TikTok və Instagram platformaları üzərindən bizə ünvanlaya bilərsiniz. Digər sualımız var. Sual belədir ki, stajım məzuniyyətə çıxmaq istəyirəm, rəhbərlik ərizəmi imzalamır. Belə hal ola bilər, ümumiyyətlə işə götürən işçinin məzuniyyətə çıxmasına icazə verməmə halı. Aydındır. Qanunvericilikdə nəzərdə tutulub ki, hər ilin yanvar ayında işin axırının düzgün təşkili, məzuniyyətin düzgün formada verilməsi istiqamətində işə götürən məzuniyyət qrafiki müəyyən etməlidir. Bu məzuniyyət qrafiki işçilərlə razılaşdırılmaq, Həmkarlar İttifaqı olduqda Həmkarlar İttifaqı və ya işçilərlə razılaşdırılmaqla işə götürən tərəfindən təsdiq olunmalıdır.
qrafik üzrə müəyyən olunmuş halda, məsəl üçün avqust ayının 1-də işçinin məzuniyyət günüdürsə, işçi bu məzuniyyətdən istifadə edə bilər, hüququdur. Lakin qanunvericilikdə belə bir hal mövcuddur ki, Əmək Məcəlləsinin 134-cü maddəsində qeyd olunub ki, işçilər əgər işin, istehsalın axınında hər hansı bir çətinlik olarsa, işə götürən işçi ilə razılaşdırılmış formada məzuniyyəti digər vaxta keçirə bilər. Çox sağ olun. Digər izləyicimiz yazır ki, mən keçən il iyunun 2-si işə çıxmışam. Elə həmin gün bir ilim tamam olub. Sentyabrda, dekabrda ümumi məzuniyyətimin yarısını götürmüşəm. Qalan yarısını da növbəti ay götürmək istəyirəm. Ümumi 14 günüm qalıb. İş yerimdə mənə nizam, intizam məsələlərinə görə xəbərdarlıq verib töhmət almışam. Mən də razı olmadığım üçün məhkəməyə vermişəm iş yerimi, həm də əmək müfəttişliyinə şikayət etmişəm. Bu səbəblə iş yerim mənim məzuniyyət ərzəmi qəbul etməyə bilərmi? Qəbul etməzsə hansı hüquqi addımları atmalıyam, hara şikayət edə bilərəm? Aydındır, məzuniyyət hüquqlarının pozulmasından bağlı, ümumiyyətlə əmək hüquqlarının pozulmasından bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət edə bilərlər. Bakı şəhərində yerləşən dost mərkəzləri, eyni zamanda regionlarda yerləşən dost mərkəzi, 142 çağrı mərkəzi, həmçinin elektron poçt vasitəsilə istənilən sosial şəbəkələrlə bizə ünvanlana bilər. Vətəndaş hal-hazırda müraciəti bizdə araşdırılırsa, yəni o hissələrin hamısı, yəni Dövlət Əmək Müfəttişliyi Xidmətində obyektiv olaraq araşdırılıb, vətəndaşa cavab veriləcək. Yəni işçiyə intizam tənbihinin verilməsi, işə götürənin məhkəməyə verilməsi əsas vermir ki, əmək məzuniyyətini verməsin. Bir mənalı olaraq işçinin qrafiklə müəyyən olunmuş müddətdə, bayaq qeyd etdiyim kimi, əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. Hətta məsələ məhkəmədə Bəli, hətta məhkəmədə belə olsa, işçi işə götürəni məhkəməyə veribsə, istənilən məsələ ilə bağlı işçinin bu işə götürən tərəfindən verilən bir güzəşt deyil, Sevinç xanım. Bu işə götürənin, bəli, işçilərin hüququdur, işə götürənin öhdəliyidir. Digər bir izləyicimiz yazır ki, 23 iyunda əmrim verilib, lakin son haqq hesabım ödənilməyib, əmək müfəttişliyi müraciətimə hələ cavab verməyib. Aydındır. Biz vətəndaşın müraciətini qeyd edək. Əslində yeni müraciət edib hələ. Yeni müraciət edibsə, bəli, ilk öncə daxil olmuş müraciətlər əsasında biz işə götürəndən müvafiq sənədlərin tələb olunması məqsədindən sorğu çıxarılır və həmin vətəndaşı əgər izahatı alınmayıbsa, buradan səslənirik ki, zəhmət olmasa yaxınlaşsın Bakı şəhər idarəsində ona yaxın olan hansı dost mərkəzləri var orada, işin motivi ilə bağlı ətraflı izahatı versin və Dövlət Əmək Müfəttişliyi Xidmətində vətəndaşın müraciəti tam araşdırılaraq cavablandırılacaqdır. Çox sağ olun, Anar müəllim. Bəs işə götürən işin xüsusiyyətlərini və ya istehsalat zərurətinə əsas gətirərək işçiyə əmək məzuniyyəti verməkdən imtina edə bilər? Aydındır. Bayaq da qeyd etdiyim kimi, Əmək Məcəlləsinin 110-cu maddəsində qeyd olunur ki, işçilərin əmək şəraitindən, əmək funksiyasından, əmək müqaviləsinin müddətindən asılı olmayaraq məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Bu hüquq həmin maddənin 3-cü bəndində qeyd olunub ki, bu hüquq və hüquqdan istifadə heç bir halda məhdudlaşdırıla bilməz. Eyni zamanda məcəllənin 135-ci maddəsində qeyd olunur ki, işçilərə məzuniyyətin verilməməsi qadağandır. Hətta qanunvericilikdə amma belə bir hal mövcuddur ki, əgər işçi qrafik üzrə çıxdığı ayda məzuniyyətə, o işin, istehsalın axınında hər hansı bir maneə törədərsə, problem yaradarsa, işə götürənlə razılaşdırılmış şəkildə məzuniyyətini digər vaxta keçirə bilər. Bəs ümumiyyətlə öncədən razılaşdırılmış qrafikdə dəyişiklik etmək hüququ var işçinin? Bəli, istənilən halda işə götürənə müraciət etməlidir. Əgər işə götürən, yenə deyək, məzuniyyət qrafikinə baxmalıdır. Əgər işçinin məzuniyyət müddətinin dəyişdirilməsi, işə götürənin hər hansı işinin, belə deyək, ləngiməsinə gətirib çıxarmırsa, qarşılıqlı razılıq əsasında, bəli, növbəti təqvim ilinin sonuna və növbəti ilə birləşdirilə bilər əmək məzuniyyətinin müddəti. Bəs bu dediklərimizin əksinə işə götürən işçini onun razılığı olmadan əmək məzuniyyətinə göndərə bilər? Aydındır. Ümumiyyətlə, əmək məzuniyyəti istənilən halda işçinin ərizəsi və işə götürənin razılığı ilə rəsmiləşdirilir. İşə götürən qanunvericilikdə bu il edilmiş növbəti dəyişikliklərdən biri də ondan ibarətdir ki, elə sual əsasında onu da qeyd edək. İşçi yay aylarında, təbii ki, yay mövsümündə hamı istəyir məzuniyyətə çıxmaq. İşçi yay aylarında məzuniyyətə çıxır və həmin məzuniyyət dövründə işçilərin, belə deyək, qrafik üzrə müəyyən olunmuş vaxt ərzində avqust ayının 1-də məzuniyyət günü müəyyənləşir.
və işə götürən bayaq qeyd etdiyim kimi istehsalın axınını və digər məsələləri bildirərək işə götürənə məzuniyyətin verilməsini onun razılığından başqa vaxtda qeyd edə bilər. Həmçinin bəzi hallarda bu yeni qanunvericiliyə edilmiş dəyişiklik bu məzuniyyət hüquqlarının pozulmasının qarşısını aldı. Artıq belə deyək, işçi avqust ayının 1-də əgər məzuniyyətə çıxırsa, həmin dövrdə 1 avqustda növbəlik əsasında məzuniyyətdə olmalıdır. İşə götürən müəyyən edir ki, işçi ərizə ilə müraciət etmir və bununla bağlı olaraq işçiyə bildiriş və yaxud istənilən formada yazılı əmas vasitəsilə və istənilən formada bildirişlə müraciət edir ki, sizin 1 avqust tarixində əmək məzuniyyətinizdir. Əmək məzuniyyəti olmazla bağlı müraciət edin ərizə ilə və işçi 1 avqust tarixində məzuniyyətə çıxmırsa və məzuniyyətinin başqa vaxtda keçirilməsini tələb belə deyək, xahiş etmirsə, bu halda işə götürən işçini bir tərəfli qaydada, yəni əmək məzuniyyətinə çıxara bilər. Artıq bununla bağlı bəzi problemlərin də, bəzi məsələlərin də həllinə gətirib çıxartdı. Bu qanunvericiliyin bu dəyişikliyi müraciət olunurdu. Müraciət araşdırılarkən işə götürənlər bildirirdi ki, bəs işçi ərizə yazmır, ona görə də illərlə işçinin məzuniyyət hüquqları, məzuniyyət belə deyək, günləri yığılıb qalıbdı. İşçidən də soruşanda işçi də bildirirdi ki, xeyr, belə deyil, məni məzuniyyətə işə götürən buraxmayıbdır. Və belə olan təqdirdə də artıq bu məsələ, bu qanunvericinin bu hissəsinə aydınlıq gətirildi ki, işə götürən xəbərdarlıq etməklə işçini hər il iş ilinə görə məzuniyyətə qrafik üzrə buraxa bilər. Hüququndan yararlanan. Bəli. Çox sağ olun. Buyurun. Kiçik bir fasiləyə ayrılaq. Fasilədən sonra müzakirələrimizə davam edərik. Və bir də xatırladıram ki, bugünkü mövzumuz əmək məzuniyyəti hüququ və onun tətbiq qaydalarıdır. Qonağımız isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanovdur. Kiçik fasiləyə ayrılırıq. Fasilədən sonra isə müzakirələrimiz davam edəcək. Qeyri-rəsmi əmək münasibətləri əmək və sosial hüquqlarınız üçün riskdir. Əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir və işçinin sosial hüquqi müdafiəsini təmin edir. Rəsmi əmək haqqının ödənilməsi, sosial sığorta və pensiya təminatı, ödənişli məzuniyyət və qanuni işdən çıxarılma prosedurları əmək müqaviləsi ilə təmin edilir. Rəsmi məşğulluq işçinin və ailəsinin sosial müdafiəsinin təminatını və sabit gələcəyinin əsasını təşkil edir. Hüququndan imtina etmə, əmək müqaviləsi bağla. Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi bağlamaq hüququna malik şəxslərin minimum yaş həddi 15 yaş müəyyən olunub. Həmin yaş həddinə çatmış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında əmək müqaviləsi bağlaya bilərlik. Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, həmçinin onların sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilir. Əmək Məcəlləsində uşaq hüquqlarının müdafiəsi xüsusi tənzimləmələr vasitəsilə həyata keçirilir. Bu müdafiələr azyaşlıların fiziki, əqli, o cümlədən mənəvi inkişafının təmin edilməsinə, onların istismar hallarının qarşısının alınmasına yönəldilib. Uşaq hüquqlarının qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Unutmayaq, uşaqları qorumaq, gələcəyi qorumaq deməkdir. Dost mərkəzlərində xidmət göstərilməsi formalarından biri də səyyar xidmətdir. Səyyar xidmətin göstərilməsinə dair sifariş bu üsullardan biri ilə verilir. Dost çağrı mərkəzi 142-yə zəng etməklə, Dost Agentliyinin internet saytının səyyar xidmətlər bölməsində səyyar xidmət göstərilməsinə dair sifariş formasını doldurmaqla, Dost mərkəzinə birbaşa zəng vasitəsilə müraciət etməklə. Agentliyin internet saytı vasitəsilə səyyar xidmət sifarişi vermək üçün Agentliyin rəsmi internet saytı olan dost.gov.az saytına daxil oluruq.
Daha sonra ana səhifədə səyyar dost düyməsi seçilir. Açılan səhifədə xidmət almaq istədiyiniz istiqamət, müvafiq kateqoriya və xidmət adı seçilir. Xidmətin adı seçildikdə həmin xidmət üçün tələb olunan sənədlər avtomatik şəkildə ekranda əks olunur. Daha sonra ad, soyad, ata adı, faktiki yaşayış yeri və əlaqə nömrəsi daxil edilir. Ardınca səyyar xidmətin göstəriləcəyi tarix və saat seçilir və bu zaman yalnız boş tarixlər aktiv olaraq əks olunur. Nəzərə almaq lazımdır ki, bütün xanalara müvafiq məlumatlar daxil edilmədiyi halda sifariş qəbul olunmur. Yekunda sifariş et düyməsi sıxılaraq səyyar xidmət sifarişinin verilməsi təsdiq edilir. Səyyar xidmət sifarişi təsdiq edildikdə bu barədə ekranda bildiriş əks olunur. Səyyar xidmət sifarişi qəbul edildikdən sonra Dost mərkəzinin əməkdaşı sifarişçi ilə əlaqə saxlayaraq səyyar formada göstəriləcək müvafiq xidməti müəyyənləşdirir və xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin sifarişçidən mövcudluğunu dəqiqləşdirir. Dost mərkəzinin əməkdaşları müvafiq tarix və saata uyğun olaraq xidmətin göstərilməsi üçün sifarişçinin ünvanına gedir. Sifarişçiyə müvafiq xidmətin göstərilmə şərtləri izah edilir və sifarişçi ilə 2 nüsxədə səyyar xidmət müqaviləsi bağlanılır. Xidmətin növündən asılı olaraq hazır sənədlər sifarişçiyə təhvil verilir və ya sənədlər sifarişçidən təhvil alınır. Göstərilən səyyar xidmətin keyfiyyətinin qiymətləndirilməsi məqsədi ilə sonda əməkdaş tərəfindən sifarişçiyə məmnunluq sorğusunda iştirak təklif edilir. Sifarişçidən təhvil alınmış sənədlər icra edilməsi üçün Dost mərkəzinin müvafiq struktur vahidinə təhvil verilir və müraciətdə qanunvericilikdə nəzərdə tutulan formada və müddətdə baxılaraq aidiyyəti üzrə cavablandırılır. Müraciətin icra vəziyyəti ilə bağlı Dost Çağrı Mərkəzi 142-yə zəng edərək məlumat əldə etmək mümkündür. Sosial saat davam edir. Fasilədən sonra mövzularımıza davam edirik, müzakirələrimizə və bugünkü mövzumuz Dövlət Əmək Məzuniyyəti hüququ və onun tətbiq qaydalarıdır. Qonağımız isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini Anar Şabanovdur. Anar müəllim, davam edək suallarımıza. İzləyicimizin sualı olmuşdu bizə. Bu suala aydınlıq gəldi. Səsləndirim. Zəhmət olmasa o sualı da cavablayaq. Soruşur bizdən Ayaz Zahidov. Məni 70B bəndi ilə işdən çıxarıblar. Az yaşlı evladımın əlillik sənədini verməyimə baxmayaraq yenə işdən azad ediblər. Aydındır. Deməli, Əmək Məcəlləsinin 79-cu maddəsi var ki, əmək müqaviləsinə xitam verilməsi qadağan olan hallar var. Əgər vətəndaşın az öhdəsində sağlamlıq imkanları məhdud uşaq varsa, işə götürən tərəfindən həmin maddə ilə, yəni 70-ci maddənin bir bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi yol verilməzdir. Əgər elə bir hal varsa, bununla bağlı müraciət ünvanlansın Dövlət Əmək Müfəttişliyi Xidmətinə və müraciəti aidiyyəti üzrə araşdırılıb vətəndaşa ətraflı məlumat veriləcəkdir. Və bir izləyicimiz sizə təşəkkürünü ünvanlayıb, işə götürənlə aramda yaranmış problemlərlə bağlı əmək müfəttişliyinə etdiyim müraciətimə diqqətlə yanaşıb, məsələ həllinə şəxsən yardımcı olduğu üçün. Buyurun, bizim vəzifə borcumuzdur. Təşəkkürlər. Keçək digər sualımıza. Bəzən sahibkarlar maliyyə çətinlikləri və ya istehsalın azalmasına əsas gətirirlər. Belə hallarda işçilərin məcburi qaydada ödənişsiz məzuniyyətə göndərilməsi qanunvericiliyə uyğundurmu? Aydındır. Xeyr, deməli qanunvericiliyə uyğun deyil. İlk öncə ödənişsiz məzuniyyət nədir? Ödənişsiz məzuniyyət işçinin, belə deyək, qohumluq münasibətlərinin, ailə, məişət və digər problemləri, işçinin fərdi inkişafının inkişaf elətdirilməsi istiqamətində yarandığı hüquqdur. Yəni ödənişsiz məzuniyyət işçinin xahişi və tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Yəni işə götürən maliyyə çətinliklərini və digər bu avadanlıqların sıradan çıxarılması və digər bu kimi halları misal gətirərək işçiləri ödənişsiz məzuniyyətə göndərə bilməz. Bu ödənişsiz məzuniyyət deyil, Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən boş dayanmadır. Boş dayanma qaydasında da işçilərin, belə deyək, işçilərin əmək haqqının vahid tarifəsinin 3/2-si ödənilməlidir.
Amma qanunvericilikdə Əmək Məcəlləsinin 146-cı maddəsində belə bir hal mövcuddur ki, əgər təbii fəlakət, işə götürəndən asılı olmayan səbəbdən işin axını dayanırsa, belə olan təqdirdə işə götürən işçiləri qrup halında ödənişli və ödənişsiz məzuniyyətə göndərə bilər. Ödənişli və ödənişsiz məzuniyyətə göndərə bilər. Lakin ödənişsiz məzuniyyətin burada müddəti işçinin 2 il ərzində məzuniyyət müddətlərinin cəmindən artıq olmamalıdır. Belə ki, işçinin 1 il üçün əmək məzuniyyəti 30 təqvim günü, 2-ci il üçün 30, ümumilikdə 60 gün edir. Yəni 60 gündən çox işçi işə götürən ödənişsiz məzuniyyətə işçini göndərə bilməz. Amma ümumilikdə ödənişsiz məzuniyyətin müddəti ümumilikdə 6 aydan çox olmamalıdır. Yəni işçi öz istəyi ilə də 6 ay, maksimal müddət 6 ay olmaqla. Və işə götürənlə qarşılıqlı razılıq əsasında 6 aydan çox olmamaqla ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ vardır. Bəs işçinin istifadə olunmamış əmək məzuniyyəti qaldıqda, əmək münasibətlərinə xitam verilərsə, həmin günlər itirilmiş hesab olunur? Aydındır. İşçinin istənilən halda əmək müqaviləsi 144-cü maddəsinə əsasən Əmək Məcəlləsinin işçinin əmək müqaviləsinə xitam verilmə səbəbindən və əsasından asılı olmayaraq istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanı almaq hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsi, 172-ci maddəsində qeyd olunur ki, işçinin əmək müqaviləsinə xitam veriləndə ona istifadə etməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməlidir. Yəni, son haqq hesabı ödənilməlidir işçinin xitam veriləndə. Bu son haqq hesabının da tərkib hissələrindən biri istifadə etməmiş məzuniyyətə görə kompensasiyadır. Qeyd edək, bu il dəyişikliklərdən biri də bundan ibarət oldu. Bu maddəyə izah verək. Azərbaycan Respublikası belə deyək, Konstitusiya Məhkəməsinin plenum qərarı oldu 18 fevral 2026-cı ildə. Burada yanaşma dəyişdi. Əvvəl işçilərin əmək müqaviləsinə xitam veriləndə ancaq əsas məzuniyyətinə görə ödənişlər müəyyən olunub verilirdi. Lakin Konstitusiya Məhkəməsinin plenum bu qərardan sonra artıq əlavə məzuniyyətlərə görə də kompensasiya cəmlənərək əsas məzuniyyətlə birlikdə işçilərə ödənilir. Bəs biz verilişin əvvəlində müzakirələrimiz zamanı qeyd etdiniz ki, ümumi 6 ay sığorta stajı olmalıdır məzuniyyət hüququnun yaranması üçün. Bəs işə başlayarkən sınaq dövrü olur, sınaq müddəti. Sınaq müddəti həmin 6 aya daxil edilirmi? Aydındır. Sualınıza qeyd edək. Bəli, sınaq müddəti də həmin o staja daxil edilir. Lakin qanunvericilikdə əmək müqaviləsi bağladıqdan sonra bəzi kateqoriyalı şəxslərin 6 ay gözləmədən məzuniyyətdən istifadə etmə hüquqları var. Onlar 18 yaşa qədər olan işçilərdir, əlilliyi müəyyən edilmiş şəxslərdir. Daha sonra hərbi xidmətdən təxris olunduqdan sonra 3 ay müddətində işə düzələn şəxslərdir, təhsil alan şəxslərdir. Daha sonra hamiləlik və doğuşa görə məzuniyyətdən əvvəl və sonra həm bu məzuniyyətdən istifadə edə bilərlər. Saydığım kateqoriyalı şəxslər özlərinə münasib bir vaxtda, belə deyək, 6 ay gözləmədən əmək məzuniyyətindən istifadə edə bilərlər. Bəs işə götürən işçinin məzuniyyət hüququnu pozarsa, həmin işə götürən barəsində hansı məsuliyyət tədbirləri tətbiq olunur? Ümumiyyətlə, işə götürən bu halla rastlaşdıqda hara müraciət etməlidir, hansı addımlar atmalıdır? Aydındır. Bayaq qeyd etdim. Bu məsələ ilə bağlı bir daha bildirək ki, işçinin əgər əmək hüquqları ümumiyyətlə pozulursa, istər məzuniyyət və digər əmək hüquqlarının pozulmasından bağlı, dərhal Dövlət Əmək Müfəttişliyi xidmətinə müraciət etməlidir. Müraciətlər Bakı şəhər idarəsində yerləşən dost mərkəzləri, eləcə də regionlarda yerləşən dost mərkəzlərində, həmçinin elektron poçt və poçt vasitəsilə 142 çağrı mərkəzi vasitəsilə müraciət ünvanlaya bilərlər. Bu müraciətə əsasən işçinin məzuniyyət hüquqları, eləcə də digər hüquqlarının pozulması tərəfimizdən araşdırılıb obyektiv olaraq cavablandırılacaqdır. Əgər işçinin əmək hüquqlarının pozulması, məzuniyyət hüquqlarının pozulması müəyyən olunsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-6 maddəsi var. O maddədə də qeyd olunur ki, işçinin məzuniyyət hüquqlarının pozulması, məzuniyyətin verilməməsi və ona görə kompensasiyanın verilməməsi vəzifəli şəxsləri 1500 manatdan 2000 manat məbləğində inzibati cərimə olunmasına gətirib çıxarır. Həmçinin Əmək Məcəlləsində uyğun olaraq işçinin əmək müqaviləsində nəzərdə tutulmuş ödənişlər, eləcə də məzuniyyət ödənişinin verilməməsi, ümumiyyətlə tam verilməməsinə görə də vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsinin 192-4-cü maddəsinə əsasən 700 manatdan 1500 manat məbləğində inzibati cərimə olunurlar.
Çox sağ olun. Və siz çıxışınız zamanı Əmək Məcəlləsinə məzuniyyətlə bağlı edilmiş dəyişikliklərdən söz etdiniz. Bu sahədə son dövrlərdə edilmiş digər mühüm dəyişikliklər hansılardır? Aydındır. Bu il yanvar ayında 400-dən çox əlaqəli qanunlara dəyişiklik olunub ki, onların da bir hissəsi Əmək Məcəlləsinə olunubdur. Efir vaxtını nəzərə alıb onların müəyyən hissəsini diqqətinizə təqdim edəcəyik, izləyicilərin və sizin. Deməli, onlardan ən əsası, ümumiyyətlə bu dəyişikliklərin əsas məqsədi sosial müdafiənin gücləndirilməsinə, işçilərin hüquqlarının qorunmasına, həmçinin beynəlxalq standartlara uyğunlaşmasıdır. Son vaxtlar gündəmdə olan məsələlərdən biridir ki, bu atalıq məzuniyyəti, axır ki, qanunvericilikdə bununla bağlı kişilərə belə bir məzuniyyət hüququ, ödənişli məzuniyyət hüququ tanındı və uşağın anadan olmasına görə artıq kişilər 14 gün doğuşdan əvvəl və doğuşdan sonra ödənişli əmək məzuniyyətindən istifadə edə bilərlər. Ödənişli əmək məzuniyyətindən istifadə edə bilərlər. Qanunvericilikdə var idi atalıq məzuniyyəti, lakin ödənişsiz olaraq qeyd olunurdu. Amma lakin bu ildən isə ödənişli oldu. Eyni zamanda hamiləliyə və doğuşa görə olan hissəsində də Əmək Məcəlləsinin dəyişikliyi oldu. Burada deməli doğuşa qədər olan, doğuş gözlənilən vaxtdan gec müddətdə baş verirsə, həmin müddət qədər məzuniyyət günlərinə əlavə olunur. Yəni doğuşdan sonra həmin müddət əmək məzuniyyətindən çıxılmır. Daha sonra məzuniyyətin aylarla, illərlə yığılıb gətirilməsinə əsas verən, belə deyək, onun yığılıb gətirilməsini aradan qaldıran qanunvericilikdə belə bir dəyişiklik oldu ki, artıq işə götürən işçini xəbərdar etməklə qrafik üzrə müəyyən olunmuş vaxtda əmək məzuniyyətinə göndərə bilər. İşə götürən hətta bu ərizə yazmadıqda belə, eyni zamanda başqa vaxta keçirilməsini tələb etmirsə, işə götürən onu bir tərəfli qaydada əmək məzuniyyətinə göndərə bilər. Daha sonra işçilərin iqtisadi maddi rifahının yüksəlməsi istiqamətində də bəzi dəyişikliklər oldu ki, belə ki, bu dəyişikliklər məzuniyyətə çıxarkən orta aylıq əmək haqqından az olmayaraq işçiyə ödənişlərin müəyyən olunmasıdır. Bildiyimiz kimi məzuniyyətin hesablanması zamanı hansı ilə verilməsindən asılı olmayaraq son 12 ay ərzində müddət nəzərdə tutulur ki, o müddət ərzində toplanılıb və 30,4-ə bölünməklə müddət müəyyən olunurdu. Artıq qanunvericilikdə son bir il ərzində işçi ödənişsiz məzuniyyətdədirsə, istər boşdayanma qaydasında işdə olmayıbsa və yaxud sosial məzuniyyətdə belə olubsa, həmin aylara yaxın aylar götürülərək orta aylıq əmək haqqı hesablanır. Nəticədə də bu kimi hallar işçinin belə deyək, sosial rifahına, iqtisadi maddi imkanının artırılmasına gətirib çıxarır. Çox sağ olun Anar müəllim. Suallarımıza ətraflı və aydın cavablar verdiyiniz üçün sizə də fəaliyyətinizdə uğurlar arzu edirik. Təşəkkür edirik. Siz Sosial Saatın bugünkü buraxılışını izlədiniz. Verilişimiz sona çatdı. Növbəti efirlərimizi izləməyi unutmayın. Sağ olun, salamat qalın.